Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Avtomobillərin təkərləri, ayaqqabıların altı, hətta silgilər belə eyni materialdan hazırlanır. Bu materialın adı kauçuk, yəni rezindir. Amma bu maraqlı maddənin hekayəsi minlərlə il əvvələ gedib çıxır. Cənubi Amerikada yaşayan qədim xalqlar ağaclardan axan ağ, süd kimi bir maye toplayırdılar. Bu maye lateks adlanırdı. Onlar bu maddədən su keçirməyən ayaqqabılar, qablar və hətta oyun topları hazırlayırdılar. Sonralar Avropalı alimlər də bu maddəni araşdırmağa başladılar. Amma bir problem vardı. Təbii kauçuk isti havada yapışqan olur, soyuqda isə sərtləşib qırılırdı. 1839-cu ildə Amerikalı ixtiraçı Charles Goodyear təsadüfən böyük bir kəşf etdi. O, kauçuku kükürdlə birlikdə qızdıraraq onu daha möhkəm və elastik hala gətirdi. Bu proses vulkanizasiya adlanır və müasir rezin sənayesinin əsasını qoydu. Bugün kauçuk həyatımızın hər yerindədir. Avtomobil təkərlərindən tibbi əlcəklərə qədər. Sadə bir ağac mayesindən başlayan bu hekayə, texnologiyanın dünyanı necə dəyişə bildiyinin ən maraqlı nümunələrindən biridir.